Burun əməliyyatlarında burun sümükləri necə sındırılır? Bu sual da sizlərə bilirəm ki, çox maraqlıdır. Bəli, keçmiş zamanlarda rinoplastika zamanı yan sümüklərin, burun donqarının götürülməsi zamanı çəkicdən və elevator dediyimiz belə bir alətdən istifadə olunurdu. Sümüyə toxundurularaq çəkiclə arxasından vurularaq sümük sındırılırdı. Sonra əlimizlə repozisiya eləyərək sümük sındırılaraq daha incə forma gətirilib çıxarılırdı. Bu keçmişdə qalıb. Demək olar ki, bu üsul artıq istifadə olunmur. Olunsa belə çox xırda bir manevrlərdə istifadə oluna bilər. Demək olar ki, bu üsul istifadə olunmur və çox vaxt pasientlərin yadında qalan elə bu xatirələr olurdu ki, burnumu sümüyü sındıranda çəkicin tıqqıltısını belə hiss edirdim deyə bəzən pasientlər narkozdan sonra bir-birlərinə belə bölüşürdülər. Hal-hazırda piezo dediyimiz müasir cihazdan istifadə edirik. Qabaca göstərmək istəyirəm. Yəni bu cihazın ucunda müəyyən bir ucluqlar olur. Hal-hazırda steril olduğuna görə onları bura gətirməmişəm. Su vasitəsilə bura su şırnağı açılır və ucluqlarla müəyyən bir sümüklərin vəziyyətinə görə müxtəlif ucluqlar istifadə edirik. Sümüyə düşünün ki, bunun ucundakı ucluqla sümüyə cızıq atılır və yüngülvari toxunuşla sümüyə istədiyimiz forma verə bilirik və çox az travmatik olur. Su istifadəsi olduğuna görə sümükdə qızma olmur, yan toxumalarda yanma hissiyatı olmur və nekroz falan olma ehtimalı da çox minimaldır. Çox gözəl bir alətdir. Yəni rinoplastikada bilavasitə bundan istifadə edirik. Bütün əməliyyatlarımızda piezo cihazından istifadə edirik. Mən şəxsən piezodan ancaq istifadə edirəm. Çox da sevirəm. Çox gözəl alətdir. Və til plastikada donqar yonulmasında nə istifadə edirsiniz deyə çox soruşursunuz. Piezo cihazını til plastikada istifadə etmirik, çünki bu adətən narkozlu pasientlərdə istifadə olunur. Narkoz olmadığına görə til plastikada da etmə ehtimalımız yoxdur. Donqarı bu alətlə yonuruq. Gördüyünüz kimi pilkaya bənzəyir və bununla sümük hissəni yüngülcə yonuruq və istədiyimiz formayı şəkillendiririk. Gördüyünüz kimi bu xırda cihazlarla burnumuz ərsəyə gəlir. Alət olaraq kiçik olsalar da əməkləri bizim üçün danılmazdır. Çox böyük nəticələr əldə edirik. Nə yaxşı ki, bu alətlər var. Belə.